İzləyicilər, bugün sizinlə yeni görüşümüzdür. Həyatda bəzən biz elə hallarla rastlaşırıq ki, bu bizə olduqca təəccüblü gəlir. Məsələn, görürsən, uzun illər yataq xəstəsi olan bir adam, evdən bayıra çıxa bilməyən adam, yaxınlarının köməyi ilə öz həyatını davam etdirən bir adam uzun müddət yaşayır. Güman edirsən ki, bu tezliklə dünyasını dəyişəcək, lakin o çətin şəraitdə olmasına baxmayaraq, belə adam özdən uzun illər yaşayır, çətin şəraitdə də olsa yaxınlarının köməyi ilə həyatını davam etdirə bilir. Lakin onun ətrafında, əhatəsində olan hansısa bir sağlam adam güman edirsən ki, bunu heç bir xəstəlik gözləmir, heç bir fəlakət gözləyə bilməz və bu hələ uzun müddət belə sağlam gümrah halda yaşayaraq öz həyatını, xoşbəxt həyatını, xoş həyatını davam etdirəcək. Lakin qəfildən görürsən ki, bu xəstə adam, yorğan döşəyə möhtac olan adam, evdən bayıra çıxa bilməyən adam, yaxud iki ayaqlarını itirib kalyaskada gəzməyə möhtac olan adam çətin şəraitdə yaşayır. Amma həmin sağlam adam birdən-birə dünyadan köçür. Və bu bizə olduqca anlaşılmaz gəlir. Bəzilər bunu deyir ki, Allahın işidir. Lakin mən elə zənn edirəm ki, burada insanın özünün də rolu vardır. Məsələ bundadır ki, xəstə adam, ağır xəstə olan adam öz həyatını itirəcəyini bilir və öz sağlamlığının qorumağa çalışır. Hər vaxt bütün tibbi tədbirlərə əməl edir və beləliklə o həyatı davam etdirir. Amma lakin sağlam adam özünə bir növ arxanlaşır. Deyir ki, mən sağlam boylu, buxunlu, canlı, cüssəli bir adamam, mənə heç bir xəstəlik yaxın gələ bilməz və mən elə bu qayda ilə həyatımı davam etdirəcəyəm, elə bu uzun müddət bu sağlamlıq məni müşahidə edəcək. Lakin bu arxanlıq bəzən mənfi nəticə verir, insan xəstəlik simptomlarına əhəmiyyət vermir, sağlamlığını qorumur, yaxud hansısa pis vərdişləri alidə olur və nəticədə ayaq üstə sağlam gördüyün adam qəflətən dünyasını dəyişir. Və bu bizə təəccüblü gəlir. Məncə bu təəccüblü deyil. Bunun sadəcə bir səbəbi var ki, xəstə adam, ağır şəraitdə olan adam öz sağlamlığın keşiyində durun, sağlam adamsa buna əhəmiyyət verilmir və nəticədə o qəfil ölümlə həyatdan keçir. Bu bizə təəccüblü gəlsə də, məncə bu həyatın qanuna uyğunluğudur. Bu videoda sizin nəzərinə çatdırmaq istəyirəm ki, siz belə faktları nəzərə alın və çalışın, necə sağlam olsanız da öz sağlamlığınızın